Bir gün xəbər aldıq ki, Almaniyaya gedirik. Bilmədik nəyin həyəcanını yaşayaq. Avropaya ilk səyahətin, ilk dəfə təyyarə ilə yol getməyin, yoxsa nəyin? Və budur. Dünən Yasamaldaydıq, bugün Berlindəyik. Belə bir səfər ağlımıza da gəlməzdi. Bütün divarlar grafitidir, fikir ver. Hər yer yazıq. Burada ilk diqqətimi çəkən şey divarlardakı rəsmlər oldu. Şəhərdə xeyli tikili var ki, fasadına yazı və ya rəsmlər həkk olunub. Bir də bəzi yolların vəziyyəti xoşuma gəlmədi. Görünür Avropanı gözümüzdə çox böyütmüşük. Arkadaş, burada yollar yamaq deyə Allah'ın olsun. Deyir bu 2 ildir bu körpünü tikib qutaranmırlar deyir. Vallahi Albaniya dağılır, düz deyirlər, Allah'ın olsun. Bizi otelimizə aparan taksi sürücüsü Türkiyəli çıxdı. Çay değil bu, kanal. Kanaldı, kanal. Kanal çok burada. Hangi birini sayacağım? O yanda nə yaxşı balıq restoranı açmayıblar. Ama saraya manatdan var, saray. Yavaş-yavaş Berlində olduğumuzu hiss eləyirik. Deməli, hava limanından otelimizə 41 kilometr yol gəldik. Hesab elədi 94 euro. Bu da çeki. Şəhərdə tramvayların hərəkəti çox əladır. Ümumiyyətlə Berlində ictimai nəqliyyatın əsas 4 növü var: metro, qatar, tramvay və avtobus. Bütün bu xəttlər bir-birinə mane olmadan mükəmməl şəkildə işləyir. Şəhərdə addım başı velosiped və skuterlərə rast gəlirsən. Klassik bir Avropa şəhəri. Bu da onların soyuq əllər isti ürəyi. Bizdəki kimi geniş və böyük deyil. Maraq üçün isti bir əlcəyin qiymətinə baxdım. 30 avro. Bura Neftçilər metrosunun yan yörəsinə oxşasa da Berlindir. Metro demişkən burada ictimai nəqliyyata daxil olanda kart filan oxutdurmursan. Sadəcə üzərində gediş kartı olmalıdır ki, anidən yoxlama olsa, üzərində kart olmasa cərimə olunursan. Burada fast food butikinə baxıram, şokoladlı kruasan 2 avro. Normal əslində. Mən daha baha gözləyirdim. Hələlik bu qədər. Davamı Yasamaldan Berlinə adlı vloqun ikinci hissəsində. İzləmədə qalın.